Değerli izləyicilərimiz, xoş gördük sizləri. Məşləqət Məmməd Yağov dairəsində və Palma Marketə yaxın bir ərazidə Sofiyanın torpaq sahəsinin üzərində bax belə bir gözəl bir həyət evimiz çıxıb. 3 otaq, bir mətbəxdən ibarətdir, kommunallar var və sırf yaşayışlı sənəd bələdiyyədir. İnşallah həyətin təqdimatını eləyək. Daş döşəmli fasad vurulub, evin içi sırf təmirlidir. Maşın rahat şəkildə ən azından və belə deyək də 1 və 2 maşın daxil olur, burada qalır. Burada bax görəcək hissəsidir və giriş hissəsini sizlərə təqdim elədik. Evdə cüzi əşyalar qalacaq, mətbəx mebeli qalmalıdır. Qiymət 38.000 manatdır. Reallıq olarsa təcili satır. Endirim də olar inşallah. Keçək, evin içərisini sizlərə təqdim edək. Girək içəri koridordur. Qeyd etdiyimiz kimi koridordan ayrı-ayrı otaqlardır. İlk giriş hissəsində mətbəxini göstərək sizlərə. Bax, balaca bir mani, səliqəli bir mətbəxi var. Və gələk otaqları təqdim edək. Bax, burada bir gözəl otağımız var. Həqiqətən də gözəldir. Və buranı da təqdim edək. İnanın ki, bu qiymətə yəni biraz çətindir. Bunu göstərək zəhmət olmasa. Buranı təqdim edək. Burada yataq otağıdır. Onu göstərək. Yataq otağımızı təqdim edək. Gördüyünüz kimi. Və sanuzəlini göstərək. Sanuzel də buradadır. Sanuzel də tam təmirlidir. Yəni sırf təmirlidir. Bir yataq. Və onu da əziz izləyicilərimiz nəzərinizə çatdıraq ki, yolla arası 50 metrə olar. Qapısına qədər də asfaltdır. Dəyərli izləyicilərimiz, qeyd etdiyimiz kimi Məmməd Yağov Palma Marketə yaxın yoldan 50 metr məsafədə qapısına qədər asfalt, Sofiyanın torpaq sahəsinin üzərindədir. Sırf təmirli, çotaq bir mətbəx, əşyaların cüzi bir hissəsi qalır və mətbəx mebeli qalır. Sənəd bələdiyyə və tam yaşayış qiymət 38.000 manatdır. Reallıq olarsa ev sahibi tərəfindən endirim olunacaq. Səhifəmizi izlədiyi üçün Məşləqət Amerika'nın əməkdaşları rəhbərlərinə sizlərə dərin təşəkkür edirik.